Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyayı vel murselin. Nebine Muhammedi ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. Amma ba'd. فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz değerli kardeşler, ilk növbədə Allah'tan qorxmaqla tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və əlhamdülillah Ramazan ayının artıq 5-ci gününü geridə qoyduq və günlər tez gəlib keçəndir, fürsət axıb gedəndir və ömür də uğurlanır. Və nə ki sayılandır, o tez gəlib gedəndir. Ona görə Allah Teala bu günlərə əyyəmən mə'dudət adlandırıb. Sayı bəlli olan günlər. Və nə sayı bəllidirsə, o tez gəlib tez qutarır. Ona görə bədəvi ərəblər ay 13 olanda deyərlər ki, ay qutardı artıq. Və bu ay hansı ki, əzəmətli ay öz xeyri ilə, bərəkəti ilə gəlib, Allah Teala əta edib onu bizə bir hikmət üçün əmr olunub. Baxmayaraq, ümumi hikmət yaradılışda bəllidir. Allah Teala'nın adətindən nə əmr edirsə, ibadətdən, əhkamlardan, ona əmr etməklə kifayətlənir. Baxmayaraq, ümumi hikmət dediyi ki, bəllidir. Xəlq edib bizi ibadət üçün, imtihan üçün, bilməsi üçün sadiqləri, yalançıları, bilməsi üçün səbr edənlərlə nankörləri, naşükürləri, bilməsi üçün itaətkarlarla səhlənkarları. Lakin bu ibadəti əmr edəndə vurğulayıb hikmətini. Ona görə baxsaq Allahın kəlamına, oruz haqda nazil olan ayələrə görə ilk 5 ayəni başlayıb o hikməti bəyan eləməklə. Ya eyyühəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, xitab edib bizə iman adı ilə. Deyib ki, sizə oruc fərz edildi. Necə sizdən əvvəlkilərə fərz edilmişdi? Yəni, bizdən əvvəlkilər də oruç tutub. Bizə fərz edilib, necə onlara fərz edilib? Bir qayə üçün, hansı ki, çoxu diqqət eləmir ona. Ayənin sonunda Allah Teala deyir ki, لَعَلَّكُمْ تَتَّقُونَ. Bəlkə qorxasız. Kimdən? Allah Teala'dan. Dedi ki, baxmayaraq, ümumi yaradılışın hikməti də budur əslində. Umumən deyib Allah Teala, yaradılışın qayəsi nədir? Ya eyyühən-nəs u'budu rabbakum. Ey insanlar, Rəbbinizə ibadət edin. Əl-ləzî xalaqakum vəl-ləzīnə min qablikum. Hansı ki, sizi və sizdən əvvəlkiləri yaradıb. Ləalləkum təttəqun. Bəlkə qorxasız. Və təqva tohiddir. Ona görə bu ibadət heç də imtina deyil nədənsə. Baxmayaraq, imtinadır əslində yeməkdən, içməkdən, şəhvətdən. Amma əslində imtinanı daşımır özündə. Özündə tohidin elanıdır. Çünki bu oruc elə ibadətdir ki, onda riya yoxdur. İnsan istəsə də riyakarlıq etməyə bacarmaz. Çünki gizlindən girib yeyə bilər, içə bilər. Və bu tohidi elan edirsən, heç də hərflərlə vərəqlərə yazmırsan, yox. Tohidi elan edirsən aclıqla, susuzluqla, şəhvəti sındırmaqla, havava uyumağı sındırmaqla. Ona görə oruc haqqında ayələrin sonunda da
son 5 ayəsində də bildirir o hikməti Allah Teala. Kəzəlikə yubeyyinullahu əyatihi linnəs. Beləcə Allah Teala ayələrini bəyan edir insanlara. Sonra deyir ki, ləalləhum təttəqun. Bəlkə qorxarlar. Bəlkə Allahdan çəkinərlər, yəni təqvalı olar. Və deyir ki, təqva tevhiddir. Niyə? Çünki təqva nədir? Bəndə özü ilə Rəbbi arasında maniyə qoymasıdır, əzabı arasında. Allah Taala'nın əzabı arasında maniyə qoya bilirsənsə, bu təqvadır. Və o maniyə də itayətdir. Əmrləri yerinə yetirməkdir, qadağalardan çəkinməkdir. Kimin əmrlərini? Allah Taala'nın. Allahın əmrləri, elçisinin əmri yerinə yetirmək tevhiddir. Ən əzəmətli əmr çünki tevhiddir Quranda. Ən əzəmətli əmr Quranda Allah Taala'nın kitabında, eləcə də Peyğəmbərin sünnəsində ən əzəmətli əmr tevhiddir. Necə ayədə oxuduq? Ya eyyuhən-nəs u'budu rabbakum. Ey insanlar, Rəbbinizə ibadət edin. Yəni o ibadətdə fərdləşdirin. Ondan başqa heç kimə ibadət eləməyin. Ən əzəmətli qadağa şirkdir. Soruşanda İbn Məsud Peyğəmbər sallallahu aleyhi və səlləmlə böyük günahı nədir? Sallallahu aleyhi və səlləm ən təcələ lillahi niddən və huvə xalaqaq. Allah səni yaratmış olduğu halda ona şərik qoşasan. Ona görə təqva bu ayın hikmətidir. Və o hikmət də daima tövsiyə olunub. İstər bu ayda, istər qeyrisində. Allah Teala öz Peyğəmbərinə tövsiyə edib. Ya eyyuhən nəbi ittəqillah, ey Peyğəmbər, Allahdan qorx. Hər bir elçi, hər bir Peyğəmbər öz qövmünə dəvət edəndə Allahla onları qorxuzub. Peyğəmbər sallallahu aleyhi və səlləm umumən səhabələrinə, ümmətinə tövsiyə edəndə Allahla qorxuzub ilk öncə. Ona görə Əbu Nüceyh, Erbəd ibn Səriyə radiyallahu anhu deyəndə ki, ya Rasulallah, bizə elə bir muizə verdin ki, ondan gözlər yaşardı, qəlblər yumuşaldı. Elə isə bizə nəsihət et, nədir? Deyir, usikum bi təqvallah. Sizə Allahdan qorxmağı tövsiyə edirəm. Sonra davam edirdi ki, vəs-səmə və t-ta'a. Eşidib itaət etməyi tövsiyə edirəm. Yəni əmr sahiblərinə. Və həmçinin ən yaxın səhabələrinə, istəkli Əbu Zərə, Muaz ibn Cəbələ nə deyir? Deyir ki, ittəqillah, Allahdan qorx. Heythumə kunt, harada olursan. Harada olduğundan asılı olmayaraq. Hansı ibadəti etməyindən asılı olmayaraq, hansı mövsümdə olmağından asılı olmayaraq Allahdan qorx. وَاتْبَعِ السَّيِّئَةَ تَمْحُهَا. Günahdan sonra yaxşılıq et ki, onu silsin. وَخَالِقُ النَّاسَ بِخُلُقِ الْحَسَنِ. Və insanlarla gözəl davran. Ona görə bu ibadətdə bu mənanı dərk edən başa düşər ki, oruc ibadəti təkcə yeməyi, içməyi tərk etməkdən ibarət deyil və ya şəhvəti tərk etməkdən ibarət deyil. Bəli, orucu pozan amillər də olar. Baxmayaraq, mübahdır. Yeməkdir, içməkdir, şəhvətdir, bu mübahdır. Halaldır. Lakin tərk edirsən, imtina edə bilirsən. Görsən ki, qadirsən, mübahı tərk edə bilirsənsə, il boyu olan haramları sənə öyrədir bu ay, onları da tərk edə bilərsən. Günahları tərk edə bilərsən. Ona görə o şeylər ki, mübahdır, tərk edirsən, onları etsən, orucun pozular, onlar əslində maddi səbəblərdir, hansı ki, orucu pozur. Ona görə mənəvi səbəblər də var. Başa düşəndə ki, bu ay təqva idi, başa düşürsən ki, mənəvi səbəblər var, hansılar ki, sənin orucu poza bilər, ya da naqis edə bilər. Nədir onlar? O şeylər ki, təqvaya ziddir. Asiliklər, günahlar, haramlar. Ona görə Peyğəmbər s.ə.v bir hədisi deyir bizə, o ilə də kifayətlənir inşallah. Deyir ki, mən ləm yada qavlə zur vəl-əmələ bihi. Kim ki, yalan danışmağı və ya yalancı şahidliyi və ona əməl etməyi tərk etmirsə, fəleysə lillahi həcə. Allah Taala'nın ehtiyacı yoxdur. Ən yada təaməhu və şərabə. Onun yeməyini, içməyini tərk etməyinə. Allah Taala ehtiyacı yoxdur bizim yeməyimizi, içməyimizi, şəhvətimizi tərk etməyə. Ona görə deyib ki, s.ə.v elə oruçdan olacaq ki, ona orucdan nə qalacaq? Acılıqla susuzluq. Ayı yorğunluqla bitirəcək,
qatlanacaq məşəqqətə, susuz qalacaq, ac qalacaq, lakin pay oradan savab əldə eləməyəcək. Aclıq, susuzluğu qalacaq ona. Və elə ibadətdə keçirən olacaq bu aya ki, ona bu ayın ibadətindən gecələri oyaq qalmaqla yorğunluq qalacaq. Elə isə Allahdan qorxaq. Bu ayı dəyərləndirək. Bu ay fürsətdir. Və fürsət dayanmır, axır. Və necə şahidsiniz, dünən gəlmişdi, artıq 5-ci gecəni başa vurduq. Allah Teala'dan dilirəm ki, Allah Teala müvəffəq etsin bu ayı onun istədiyi, razı qaldığı bir şəkildə keçirə bilək. Müvəffəq etsin bizi, onu bitirək, başa vuraq. Və dilirəm ki, Allah Teala qəbul etsin bizdən nə etmişiksə bu ayda. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira.